Belə mürəkkəb cümlədə baş və budaq cümlə mövzusunda birinci sualı izah edək. Mənim sizə məsləhətim budur ki, həmişə vicdanınızın pak və təmiz səsinə qulaq asasınız. Cümləsinin təhlili ilə bağlı doğru fikri müəyyən edin. A variantında qeyd edir ki, birinci baş, sonra budaq cümlə gəlib. Qeyd edim ki, əgər cümlədə iştirak edirsə, o zaman baş cümlədə birinci gələ bilər, budaq cümlədə birinci gələ bilər. Ki zaman anlayışı bildirirsə, onda budaq cümlə birinci gəlir. Həmin anda biz cümlədə təzəcə, yenicə sözləri işlənərsə və yaxud da işlənməzsə, biz həmin sözləri ora qoyub işlədə biliriksə, həmin cümlədə birinci budaq gəlir, sonra baş gəlir. Məsələn, evə yenicə çatmışdım ki, işıqlar söndü. Mənim qeyd etdiyim bu cümlədə birinci budaq cümlə gəlib. Çünki ki orada zaman anlayışı bildirir. Digər cümlələrdə elə cümlələr var ki, orada zaman anlayışı bildirmir. Məsələn, baxın, bizim bu verilmiş bu cümləmizdə birinci baş cümlə gəlib. Çünki ki zaman anlayışı deyil. Ona görə də testimizin düzgün cavabı A variantıdır. Burada baş cümlə, burada isə budaq cümlədir. İşarəsi də bu formada işarə olunacaq. B variantına baxaq. Baş cümlənin baş üzləri əvəzi ilə ifadə olunmuşdur. Bizim baş cümləmiz birinci cümlədir. Budur burada ismi xəbərdir. Nə? Mənim sizə məsləhətim. Mənim sizə məsləhətim üçüncü nöqtəyini söz birləşməsidir. Mənim sözündə birinci tərəfdəki im şəkilçisi mənsubiyyət şəkilçisi deyil. İsmin yəlik hal şəkilçisidir. İkinci tərəfi isə mənsubiyyət şəkilçisidir. Gördüyümüz kimi baş üz əvəzliklə, baş üz burada mübtəda, bir də xəbərdir. Baş üz əvəzliklə ifadə olunmayıb, söz birləşməsini ifadə olunub. Ona görə B variantı yanlışdır. Həm baş, həm budaq cümlə feili xəbərlidir. Gəlin baxaq. Budur sözü ismi xəbərdir. Həmişə vicdanınızın pak və təmiz səsinə qulaq asasınız da ki, frazoloji birləşmədir. Frazoloji birləşmələr cümlədə işləndikdə biz onu feili xəbər götürürük. Feilin təsriflənən formalarında feili xəbər kimi götürürük. Sonra baxaq C variantına baxdıq, onu izah etdim. D variantı budaq cümlə yalnız baş üzvlərdən ibarətdir. Bizim budaq cümləmizdə ikinci cümlədir. Baxaq, vicdanınızın pak və təmiz səsinə qulaq asasınız xəbər. Nəyə? Vicdanınızın pak və təmiz səsinə. Bu da üçüncü nöqtəyini söz birləşməsidir. Olur tamamlıq, nə zaman, zəflik. D variantında deyirdi ki, yalnız baş üzvlərdən ibarətdir. Xeyr, burada tamamlıq da, zəflik də iştirak edib. Ona görə D variantı yanlış fikirdir. Y variantına baxırıq. Baş cümlə ikinci dərəcəli üzvlərin də iştirak etdiyi şəxsi cümlədir. Baş cümləmiz bu cümlə idi. Burada ikinci dərəcəli üzvlər iştirak etmir. Baş cümlə mübtəda və xəbərdən ibarətdir. Bu da yanlış fikirdir. Ona görə testimizin düzgün cavabı A variantıdır.